Əziz tamaşaçılarımız, biz Beyləqandayıq. Bura Beyləqandır. Beyləqanın Təzə kəndindəyik. Qəhrəman oğlumuzun, qərbimizin ziyarətinə gəlmişik. Əslində tək qərbin deyil. Vətən müharibəsində canını qurban deyən və Azərbaycanı bütövləşdirən, torpaqlarımızı bütöv edən, işğaldan azad edən oğullarımızın hər birinin ruhuna salam verməyə gəlmişik. Burada bizimlə bərabər görün nə qədər analar, atalar var. Onlarla bərabər ictimaiyyət nümayəndələri var, ziyalılar var, məktəblilər var. Cəm elə bilərdim ki, Azərbaycan buradadır. Nəsib qardaşım, Allah sizi var etsin. Sizinlə bərabər bax bu sırada dayanan bizim şəhid atalarımızdır. Sizinlə bir sırada dayanmağın özü çox böyük bir şərəfdir. Çünki siz elə kişilərsiniz ki, elə qeyrətli el oğullarısınız ki, siz gözünüzü qırpmadan balalarınızı, övladlarınızı, arxanızı, dayağınızı Azərbaycanı qorumaq üçün odun, alovun içərisinə göndərdiniz. Bax, belə qürurlu kişilərsiniz. Hər zaman sizinlə qürur duyuruq. Bugün də gör nə qədər sizin yanınızda gələn var, sizin də çiyin-çiyinə dayanan var. Mən ilk öncə gələn qonaqlara öz təşəkkürümü bildirirəm. Allah cəmi şəhidlərimizin yerin cənnət eləsin, məqamın ucu eləsin. Azərbaycanımızı da bütöv eləsin. Bayrağımız daimi yüksəklərdə dalğalansın. Hər bir ananın, özüm şəhid anası olsam da qarşısında baş əyirəm. Hər bir şəhidə də Allahdan rəhmət, yerləri cənnət olsun. Mən Beyləqan rayonunun Atakişiyev torunun anasıyam, hərbi polis. Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları uca olsun. Mən də Beyləqan rayon Birin Şahsevən kəndi, hərbi polis İsmailzadə Vaqifin anasıyam. Nüşabə bacıya, Nəsib qardaşa, Allahdan səbir, dözüm, bütün analara, Allah səbir versin bizlərə. Mən də Birinci Şahsevən kəndi, Əliyev Məhəmmədin anasıyam. Biz bugün bura Qərib balanın il dönümü üçün yığılmışıq. Mən deyərdim ki, Qərib bala ilə bir yerdə cəm şəhidlərimizin ruhu şad olsun. Nüşabə anaya Allah səbir versin. Nüşabə ana ilə bərabər cəm analarımıza, valideynlərə, hər birisinə Allahdan səbir diləyirəm. Qazilərə can sağlığı, veteranlara can sağlığı diləyirəm. Çəkib işıqlandıranlara da Allah kömək olsun. Amin. Beyləqan rayonu 2 Şahsevən kəndindən gəlmişəm. Şəhid Teymurov Mansurun anasıyam. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, yerlərində cənnət eləsin. Nüşabə bacıma da səbir, dözüm diləyirəm. Mən də Beyləqan rayonu Bolsulu qəsəbəsindən şəhid Xəlilov Elnurun anasıyam. Bugün Qərib balamızın il dönümüdür. Allah onun atasına da, anasına da bol-bol səbir versin. Qərib mənim oğlumla bir yerdə işləyirdi, iş yoldaşı olublar. Allah onların məqamlarını uca eləsin hər zaman. Mən də Beyləqan rayonu Yenimil qəsəbəsindən gəlmişəm. Xüsusi təyinatlı Həsənov Səddam mamasıyam. Düzdür, bizim üçün həm qürurludur, qürurlu qədər də çox çətindir. Allah analara səbir dözüm versin, Şuabə anaya da Allah çoxlu səbir dözüm versin. Allah şəhidlərimizin ruhlarını, şad məqamlarını hər bir zaman ucadan uca eləsin. Çox sağ olun siz də bizi bu hörmət elədiyinizə görə. Allah var eləsin sizə. Mən də Beyləqan rayon 2-ci Aşıqlı kəndi kəşfiyyatçı Gizir toyuna bir ay qalmış şəhid İbadlı Raminin anasıyam. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Allah bütün analara səbir versin inşallah. Allah sizin kimi şəhidə dəyər verən qızlarımızı, oğullarımızı var eləsin. Mən də bütün anaların gələn ayaqları var olsun deyirəm. Hər kəs mənim büyük yanımdadırsa təşəkkür edirəm. Allah şəhidlərimizin yerini cənnət eləsin, məqamları uca eləsin, analar, atalara da səbir dözüm. Öz xalqımız adından, şəhid analara, qazilər adından da təşəkkürümü bildirirəm. Spes kanalına təşəkkürümü bildirirəm. Sizin əsasən də başda da Qarabağ Azərbaycanın komandasının kollektivinə təşəkkürümü bildirirəm. Hər zaman şəhid analarına, şəhid övladlarına, qazilərə çox xüsusi diqqət və qayğı içərisində çəkilişlər aparıcı, işıqlandırırsınız. Allah sizlər var eləsin. Bu günlərim ki, unutmamışıq. Biz bu günlərim şəhidimizə dəyər verib, şəhidimizin yanında, məhz yanında, şəhidimizin doğmasının, atasının, anasının yanındayıqsa, deməli, bizim şəhidlər heç vaxt ölməyib. Biz onları görmədiyimizə baxmıyoruz. Onlar bizi uca Allaha yaxın olan bir zirvədən izləyirlər. Mən də bugün Qarabağ qazisi olaraq Ağdam rayonundan gəlmişəm. Qərib balamızın və cəmi şəhidlərimizi ziyarət etmək üçün bu günlərim Qərib balamızın il dönümüdür. Onun valideynlərinə, cəmi şəhid analarına, şəhid atalarına, ailələrinə səbir diləyirəm Allahdan.
Allah cəmi şəhidlərimizin hər birinə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Onlar daimi ucad olsunlar inşallah. Mən də ilk öncə sizə öz təşəkkürümü bildirirəm və gələn qonaqlara da təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah sizdən razı olsun. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin, məqamını uca eləsin. Qazilərimizə can sağlığı, ordumuza qüvvət versin. Allah prezidentimizin də canını sağ eləsin. Daimi bayrağımız yüksəklərdə dalğalansın. Var olsun Azərbaycan. Sağ olun. Qəhrəman şəhidlərimizin bir daha adlarını söyləyək və ruhlarına salam deyək. Qərib Nəsiboğlu Balacayev 2020-ci il Vətən müharibəsinin şəhidi sentyabr ayının 28-i günü şəhadətə ucalıb. Heydər, istəyirəm şəhidlərimizin tək adlarını söyləyək. Ruslan Elçinoğlu Yunusli 2020 Vətən müharibəsi qəhrəmanı 29 sentyabr. Vüsal Telman oğlu Abbasov Vətən müharibəsi şəhidi 2020 sentyabrın 30-u. Demək ki, bu 3 oğlumuz sentyabrın 28-i, 29-u, 30-u ilk həmləmizdə, ilk döyüşlərin qızğın vaxtında şəhadətə ucalıblar. Elnur Mirsiyaboğlu Vəliyev 2020-ci il Vətən müharibəsinin başladığı 2-ci gün sentyabr ayının 28-də şəhadətə ucalıb. Və burada bir şəhidimiz də var, Xəqani Mamedoğlu Bayramov. 2020-ci il oktyabr ayının 24-də şəhadətə ucalıb. Elşad Əvəzoğlu Məmmədov 2020-ci il oktyabrın 28-i. Şəhid baş leytenant Əvdil Qardaşxanoğlu Quliyev noyabrın 8-i müharibənin artıq bitdiyi günlərdə şəhid olub. Artıq qələbəyə az qalıb. Bəli, Şuşanın alınması günü. Elgün Teyyiboğlu Bəyişli noyabrın 8-i. Qələbəmiz günü. Bəli, bəli. Qələbə günü şəhid olan oğul Elgün Allah rəhmət Teyyiboğlu eləsin. Bəyişli. Məkanı. Marif Məmmədoğlu Məmmədov noyabrın 17-si şəhid olub. Allah rəhmət eləsin. Səttan Ələddinoğlu Bayramov noyabrın 10-u. Tural Azif oğlu Əliyev 12 dekabrın 15-i. Dekabrın 15-i. Əziz tamaşaçılarımız, burada olan oğullarımızın hər biri bizim üçün, Azərbaycanımız üçün, bu üç rəngli bayraqlarımız üçün və bu dəqiqə bizi Space televiziyasının Qarabağ Azərbaycandır verilişini izləyən hər bir tamaşaçımızın övladları üçün, sizin övladınız üçün, mənim övladım üçün canından keçən oğullardır. Azərbaycan durduqca onların adı tarixdə əbədi olaraq qalacaq və bizim borcumuzdur və mən deyərdim ki, bax bizim Heydər kimi gənclərimizin, yeniyetmələrimizin borcudur ki, hər zaman onların adını uca tutalar, hər zaman onların adını yaşadalar. Məkanı cənnət olsun oğullarımızın. 11 şəhidi var bu kəndin. Bu Beyləqan ərazisində ümumiyyətlə döyüş bölgəsinə yaxın olduğuna görə bu ərazidə hərbi hissələrimiz çox olduğu üçün buradan savaşa qatılanların sayı çoxdur. Demək olar, bura qəhrəmanlar şəhəridir. Təzəkənd. Bəli, Təzəkənddə 9, o birisi getdiyimiz sizdən kəndlərdə 11, 17, 18 belə. Buranın Beyləqanın səhv eləmirəmsə 222 şəhidi olmalıdır. 200-dən artıq şəhidi var. Bəli, bəlkə sayını səhv deyərəm. 200-dən artıq şəhidi var. Bura qəhrəmanlar diyarıdır. Bura bizim örnək yerimizdir. Buradan biz belə evlatlarımız gəlib buranı ziyarət eləməlidir. Bu cür qəhrəmanlıqları tarixə yazmalıyıq biz inşallah. Vətən əmanəti, yurd əmanəti, əskər, ocaq əmanəti, od əmanəti, əskər, vətən əmanəti, yurd əmanəti, əskər, ocaq əmanəti, od əmanəti. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Space televiziyasının Qarabağ Azərbaycandır proqramı bu dəfə Beyləqandadır. Anamız bizə söylədi ki, bura, bax bu ərazi Xocavənddən bura Beyləqana pənah gətirən
məcburi köçkün bacı qardaşlarımızın artıq 30 ilə yaxındır ki, məskunlaşdığı bir qəsəbədir. Böyük bir qəsəbədir. Bacı qardaşlarımız bax bura sığındılar, Beyləqanlılar onlara qucaq açdılar. Bugün burada qəhrəman bir oğlumuzun, Qara adlı igid bir oğlumuzun ziyarətinə gəlmişik. Turalımızın anası ilə bərabər. Nəzakət ananı hər dəfə mən görəndə sevinirəm. Sevinirəm ona görə ki, bizim Azərbaycanımızda şəhid analarımızın arasında yeganə övladını, gözünün ağı qarası, bircə balasını vətən uğrunda, torpaqlarımız uğrunda fəda verməyi bacaran, qurban verməyi bacaran bax belə məğrur analar var. Tural evin tək oğlu idi, yeganə övladı idi. Tural öz istəyi ilə, anamız hər zaman deyir ki, öz istəyi ilə cəhbəyə getdi. Düzdürmü? Dedi, ana, mənim nəyim əskikdir və bu vətəni kim qorumalıdır? Deyərək atanı, ananı yox, vətəni, torpağı seçdi. Və vətən yolunda da canını qurban verdi. Məkanı cənnət olsun. Və Nəzakət ananı bir də bilirsiniz nə vaxt sevmişəm. Turalımız şəhadətə qovuşanda hələ aprel döyüşləri başlamamışdı. Düzdürmü ana? Bəli, aprel döyüşü başlamamışdı. İlk 2014-cü ildə ilk dəfə onda erməni təxribat törətdi. Tural Tovuzda xidmət edirdi. Deməli 2014-cü il avqustun 2-dən 3-ünə keçən gecə 12 dənə şəhid verdik. Kapitan Pərvin Əliyev Turalın onda dostu idi. Həmin bax o 2 günlük gecədə Tural orada iştirak etmişdi. Tural özü də yaralanmışdı. Mən Motadızı tabib komandiri idi Tural özü. Hərbiçi. Bəli, hərbiçi idi. Ona görə mən o vaxtdan bəri bu həyatı yaşamışam. Mən bu dərdi yaşamışam deyin. Mən 2016-dan bəri başlayaraq aprel şəhidlərini tutmuş ta indiyənə qədər antiterror şəhidlər anaların yanındayam. Çünki onların yanında olanda onlar mənə baxıb təskinlik tapırlar. Eləsi var, şəhidin yadigarı var, şəhidin qardaşı var. Yəni ocaq boş deyil. Ona görə hər bir şəhidin anası mənim üçün doğmadır, əzizdir və bugün də bizim rayona xoş gəlibsiniz. Beyləqan rayonudur, bəli, burada Xocavənddən gələn qaçqınlarımız məskunlaşıblar. Biri var Xocavənd rayonu, orada əhali çoxdur. Bəli. Amma burada azdır, say azdır Xocavənd. Burada da biz Qara Abdullayev 44 günlük müharibənin şəhidi, 2 qız övladı yadigar qalıb, onun bir qardaşı da qazi olub. İndi hal-hazırda bir qardaşı da hərbi xidmətdədir. Oğlu var, ana oğlunu aparır, atası ziyarət eləyir xidmətdə. İndi ana ilə, ata ilə görüşəsiniz, bu ocağa gəlirik, orada yəni ətraflı valideynlər danışarlar inşallah. Və mən mütləq onu da deməliyəm ki, əziz tamaşaçılarımız, bax bu bayrağımız uğruna, bax bu 3 rəngli bayrağımız uğruna 2020-ci ildə vətən müharibəsi başlayanda Nəzakət ana başına da bir neçə şəhid analarımızı toplayaraq, xüsusilə aprel döyüşlərində iştirak edən şəhid analarımızı, 1-ci Qarabağ müharibəsində iştirak edən oğullarımızın şəhid həyat yoldaşı, şəhid analarını başlarına topladılar və Füzuli ərazisində idi o həyət. Kərimbəylidə bir həyətdə 44 gün biz yemək pişirdik, gecə gündüz. Bəli. Hərbiçilərimizə göndərdik, ordumuza göndərdik. Evində yemək pişirməyən analar 44 gün orada gecə gündüz yemək pişirdilər. Və sağ olsun Müşük müəllim də onun o balaca oğlu indi artıq universitetdə oxuyur. Onda 6-cı sinifdə oxuyurdu. Sizə kömək eləyirdi. Bizimlə bərabər kartof soyurdu, soğan soyurdu, ət doğrayırdı. Ocağın yanında hətta başımızın üstündən atanda biz ondan qorxmurduq. Daha da ürəklənirdik. Yeməkləri bişirirdik, maşınlar daşıyırdı. Və elə oldu ki, indi bax analara mən deyirəm, analar, sizin o şəhid olan balalarınız, oğulları bizim əlimizdən çıxan xörəkləri yedilər. Bəli. Həmən həyətdə biz də olmuşuq. Space televiziyasının Qarabağ Azərbaycandır proqramı o həyətdə biz də olmuşuq. Analar həmən vaxt arxa cəhbə olaraq ön cəhbəyə öz belə deyim də əlləri ilə bişirdikləri yeməkləri göndərirdilər. Qəhrəman oğullarımız o isti xörəkləri görüb analarının onların yanında olduqlarını hiss edirdilər. Eşq olsun sizə və əzizlərim. Baxın, 3 rəngli bayrağımız və Qəhrəman Qaranın evi. Yenə bax bu ev, qapısı açıq, hər zaman qonaqlı qaralı və hər zaman şəhidinə dəyər verən, şəhidinə qiymət verən insanların üzünə açıq olan qapı. Mən sizin hər birinizi dəvət edirəm. Əziz tamaşaçılarımız, Azərbaycanın bütün rayonlarında, bütün kəndlərində şəhidlərimiz var, qəhrəman oğullarımız var. Hansı rayona, hansı kəndə
gedirsinizsə gedin. Bax beləcə açıq olan qapılarımızdan içəri daxil olun. O şəhidin anası, atası sizi görsün və siz deyin ki, şəhidin qonağı olaraq gəlmişik. Biz də bugün Nəzakət ana ilə bərabər Qaranın qonağı olaraq bax bu qapıdan içəri girəcəyik. Hoş gəlmişsiniz mənim bugün oğlumun, şəhid oğlumun, Balakişev Qaranın hanım gününə. İldönümü ilə bağlı. Sizə təşəkkür edirəm. Mən bugün Ağcabədi rayonunun Hündər qəsəbəsindən gəlmişəm. Gizir Əliyev Poladın atası, şəhid atasıyam, Əliyev Nuralı. Gəlmişəm bu Qarabalamızın il dönümüdür. Orada iştirak eləyək, onun atasına, anasına başsağlığı verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət məkan olsun. Bu günlərim Beyləqan rayonundan, qazi qardaşlarımla və şəhid anaları ilə Xocavənd rayonunun qara qardaşımızın 5-ci il dönümünə gəlmişik. Allah qara qardaşımızın atasına, anasına səbir versin. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, məkanın cənnət eləsin. Qara qardaşımız 44 günlük müharibədə qəhrəmancasına şəhid olub. Allah onun məkanın cənnət eləsin. Şəhidlərimiz, qazilərimiz bizim 30 ildən sonra işğalda azad olunan torpaqlarımızı alıb bizdən tarix yazdılar. Bu tarix elə bir tarixdir ki, bu ömrü boyu bu insanların qəlbində silinməz bir iz buraxdı. Allah şəhidlərimizə rəhmət etsin. Yəni ki, bu Şuşaya gedən zəfər yolu var. Bu zəfər yolu bir Şuşaya gedən yol deyil. Bütün Qarabağa şaxələrindən zəfər yoludur. Bu zəfər yolun bizə verənlər şəhidlərimizdir, qazilərimizdir. Allah qazilərimizə şəfalar versin, şəhidlərimizə də rəhmət eləsin. Bugün deyərdim ki, bu şəhidlərimiz bizə elə bir zəfər yaşatdılar ki, bütün dünya o zəfərdən danışır. Ancaq necə deyim, 44 günlük vətən müharibəsindən sonra biz zəfərə imza atsaq belə, erməni riyakarları dinməz dayanmadılar və antiterror əməliyyatı baş verdi və antiterror əməliyyatları zamanı artıq necə deyim, şəhidlərimiz olsa da ərazimiz bütövləşdi. Azərbaycan Respublikası suveren dövlət olaraq bütün dünyaya tanındı. 19 sentyabrda 2024-cü ildə möhtərəm prezidentimiz İlham Əliyev cənabları əmrinə əsasən hər il 20 sentyabr Respublikamızda dövlət suverenliyi günü kimi qeyd olunur. Bu bizim üçün, biz şəhid anaları üçün demək olar ki, ürəyimizə bir məlhəmdir, bir təsəllidir. Allah ordumuzu qorusun. Allah müzəffər ali başkomandanımızı qorusun. Daimi bayrağımız ucalardan uca olsun inşallah. Mən Balakişev Qaranın anasıyam. 44 günlük müharibədə bugün mənim üçün həm çox kədərli, danışmaq çox çətindir. Həm kədərli günümdür, həm sevincli günümdür. Kədərlidir ona görə ki, mənim balam şəhidlik zirvəsinə ucalıb, əbədiyyata qovuşub. Sevinclidir ona görə ki, mənim 44 günlük müharibədə 3 balam eyni yerdə Füzuli zonasından döyüşə qatılıb. Biri şəhid, biri qazi, biri veterandır. Hal-hazırda sevincliyəm ki, yenə də mənim balaca oğlum bugünkü gündə vətəninə xidmət edir. Əskərdir. Çox sağ olun, Allah razı olsun, Allah köməyiniz olsun. Mənim bir ana kimi arzum odur ki, Allah bütün şəhidlərin məqamını uca eləsin. Məkanların cənnət eləsin. Bizim şəhidlərin qanı, canı bahasına alınan o torpaqlarımız həmişə firavan, körpələrimiz orada firavan böyüsün, bir daha müharibə göstərməsin. Bizim balalarımızın qanı bahasına yüksəklərdə dalğalanan bayraqlarımız bir daha enməsin.
Allah bütün şəhidlərin məqamını uca eləsin. Qazilərə can sağlığı versin. Əskərlərimizi qorusun, ordumuzu qorusun. Allah bütün əskərlərimizi qorusun. Allah qazilərimizə can sağlığı versin. Allah şəhidlərimizin məqamını ucadan uca eləsin. Həmişə arzu edirəm ki, biz analara təsəlli odur ki, onların qanı bahasına yüksəklərdə dalğalanan bayrağımız bir daha yenməsin. Mən də bugün anaların dediklərinə qoşularaq Balakişiyev Qarabalamızın anım gününə yığışmışıq. Mənim Allahdan arzum odur ki, Qarabalamızla bir yerdə cəm şəhidlərimizin ruhu şad olsun, məqamı uca olsun. Allah Taala vətən keşiyində duran əskərlərimizin canını sağ eləsin. Allah şəhid analarına, şəhid valideynlərinin hər birisinə səbir versin. Rəbbim özü, nə bilim, şəhidlərimizin qanı xatirinə, ruhu xatirinə Allah bizə səbir versin. Allah anamıza səbir versin, atamıza səbir versin. Allah köməkləri olsun. Amin inşallah ya Rəbbim, ya Rəsulallah. Amin. Bugün Xocavənd şəhidi Qaranın il dönümüdür. Biz şəhid anaları yığışmışıq bir yerə. Nazəmə bacının yanına təsəllim olmaq üçün. Allah cəmi şəhidlərimizin məqamlarını uca, ruhlarını şad eləsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin, sağlamlığın geri qaytarsın. Allah ordumuzu qorusun. Bir daha bizlərə Allah yaman gün göstərtməsin. Həmişə bayraqlarımız ucada dalğalansın. Biz analar yaşayarkən balalarımızın adını, hörmətini yaşadaq. Düzdür, onların adı qızıl hərflər tarixlərə yazılır, adları ucadır. Amma biz analara Allah səbir versin, biz analar balalarımızın nə qədər yaşayırsa adın yaşadaq. Siz də çox sağ olun ki, bugün bizə bu hörməti elədiniz, şəhidlərimizi uca tutursunuz, biz analara bu hörməti edirsiniz. Beyləqan rayonu Bozsulu qəsəbəsi, şəhid Xəllov Elnurun anasıyam. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin, məqamlarını uca eləsin. Allah vətən keşiyində duran əskərlərimizi can sağlığı versin. Onlar hamısı sağ-salamat anasının üstünə qaysın. Bizim balalarımız öz adlarını qızıl hərflə tarixə yazırlar. 30 il işğalda qalmış torpaqlarımızı qaytardılar, ancaq özləri qayıtmadılar. Gözümüz yolda qaldı. Həsrətlə yaşayırıq. Balalar hamısı ata həsrəti ilə yaşayır. Allah səbir versin bütün şəhid ailələrinə, şəhid atalarına, analarına Allah bol-bol səbir versin. Mənim Nazimə bacıma da Allah bol-bol səbir versin. Şəhid Quliyev Baratın anası Nazlı ana. Bugün mən Nazimə ananın yanına gəlmişəm. Nazimə ananı tək qoymayaraqdan. Qarabalamıza şəhadəti mübarək olsun deyirəm, mənim qəhrəmanım. Beyləqanın ilk şəhidi Cəfərli Royalın anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidimizin atasına, anasına Allah səbir versin. Bugünkü gündə siz gəlib işıqlandırırsınız. Çox sağ olun, təşəkkür edirik. Beyləqan şəhidi Zamiq Hacıyevin hal-hazırda hərbidə çalışan veteran anasıyam. Bugün bizim burada yığılma səbəbimiz Qarabalamızın şəhadətə uğradığı gündür. Onun şəhadəti mübarək olsun. Allah atasına, anasına səbir dözüm versin. Cəm şəhidlərimizin yeri cənnət, məqamları uca olsun. Mən Beyləqan şəhidi Leytenant Tural Əhlimanın anasıyam. Oğlum universitet tələbəsi oldu, məzun oldu. Mutatıncı tağım komandiri kimi xidmət elədi. Bugün biz bu ocağa toplaşdıq. Balakişiyev Qaranın ocağındayıq. 44 günlük müharibənin şəhidi, 2 qız övladı yadigarı qalıb. Ata-ananın yanında olmağı özümüzə borc bildik. Bir tərəfdən, bəli, qürurudur. Övladlar ən uca məqama çatıblar, şəhid olublar. İnsan var ki, ölür gedir, ancaq məzarda daşda qalır. Amma insan var, ölür, yaddaşlarda qalır, daim qəlblərdə qalır. Gələcək nəsil həmişə onu xatırlayır. Və bizim bu 44 günlük müharibənin zəfər çalan şəhidlərimiz, antiterror şəhidimiz, komanda, qisasçı əməliyyatı yerinə yetirən şəhidlərimiz oldu. Onlar artıq tarixə qızıl hərflə yazıldılar. Bəlkə də bu uşaqlar tarix dərsindən 2 alırdılar, tarix dərsində oturmurdular. Amma adlarını tarixə qızıl hərflə yazdılar. Mən o şəhidlərin hamısına qurban olaram. Və burada bizim bir şəhidimizin atası, anası çox gözəl ailədir. Mən neçə illərdir tanıyıram.
Mən 2015-dən şəhid analarının yanındayam. Mən ağlarkən şəhid analarının xəbəri yox idi ki, elə deyirdilər ki, orada bir ata-ana yatır. İndi bəzən sual verirəm ki, niyə onda biriniz mənim yanıma gəlmirdiniz, mənə dəstək olmurdunuz? İlk dəfə mənə Ramin İbadlının anası gəldi. Onlar bəlkə də mənə dəstək olmasaydı, mən heç həyatda yox idim. İndi analarımız müharibədən sonra artıq görürlər ki, hə, nə ağır dərdiymiş, deyir, bilməmişik də, yəni sənin yanında olardıq. Amma mən hamısının yanındayam. Nə qədər nəfəsim var, mən bu şəhid anaların yanında olacağam, şəhidlərimizi tanıtmaqda sizin kimi işıqlandıran insanların daim ətrafında olacağam. Allah şəhidlərimizin məqamını uca eləsin, ata-analara səbir versin. Bizim burada əziyyətimizi çəkən qazilərimiz var, Allah onlara şəfa versin, Allah ordumuzu qorusun. İndi burada bizim bir şəhidimizin anası var, mənə söhbət eləyir, Cəfərli Röyal. Deyir, oğluma ev tikdirirəm, Beyləqanın ilk şəhididir. 27-si gecəsi şəhid oldu, neçə il hərbidə işləmişdi. Toysuz getdi, nişanlı olan idi. Oğlumun adına ev tikilir, o onun ev muzeyi olacaq. Olar kimi, yəni sizin kanalı Qarabağ Azərbaycandır, gəlib orada çəkiliş eləyə. Dedim, inşallah, inşallah sağlıq olsun. Space rəhbərliyinə, sizin bütün kollektivlərə təşəkkür edirəm. Nurana xanım, gözəl insan, Müşfiq müəllim, indi özü qazinin bir tədbir var oradadır. Gələn ayaqlarınız var olsun, Allah sizləri qorusun. Mən Beyləqan rayonunun 2-ci Aşqılıq kəndinin 1-ci antitör döyüşçüsü qisas əməliyyatında şəhadətə yüksələn Ağazadə Mirtalibin mamasıyam. Onların yerdə qalan balaları var, əmanətləri var. Onlara can sağlığı versin inşallah. Əskər balalarımız var. Allah Taala bütün əskərlərimizi qorusun, ordumuzu qorusun, hərbiçilərimizi qorusun. Mən şəhid balamla bərabər bütün şəhidlərin anasıyam. Şəhidlərimlə fəxr edirəm, qürur duyuram. Analar, hər birinizə Allah səbir versin. Şəhid atalarımız var, Allah sizlərə də səbir versin, can sağlığı versin. Çox sağ olun sizdə Nuranə bacımız, Nuranə balamız. Allah köməyiniz olsun, belə qazi qardaşımızla bərabər həmişə belə çəkib işıqlandırırsınız. Bir daha mən şəhidlərimlə fəxr edirəm, qürur duyuram. Tək Mirtalimin yox, bütün şəhidlərin anasıyam. Mən şəhid kəşfiyyatçı Gizgər Ramin İbadlının atasıyam. Onların 44 günlük müharibədə öz şirin canlarından keçdilər və zəfər yazdılar. Dünyada hərb tarixində elə bir müharibə yoxdur ki, alınan torpaqları tamamilə azad eləyə bilərlər bu 44 gün müharibədə. Və bu tarixi yazdılar. Şuşa əməliyyatı çox çətin əməliyyat olub, onu hamı bilir və onun öhdəsindən gəlirlər. Bizim şəhidlər canından keçdi, bu əməliyyatı yerinə yetirdi. Torpaqlarımız azad olundu. Bir hissəsində ali komandanımız heç bir güllə atılmadan öz siyasəti ilə demək olar ki, müharibəni sona yetirdi. Allah ona can sağlığı versin, uzun ömür versin, Allah ordumuzu qorusun. Ulu önlərin davamçısıdır. Bu yolla da geçsin, xalqımız firavan yaşasın. Tamaşaçılarımız bilirəm ki, hər birinin ürəyindən keçir ki, bircə dəfə şəhid anasının üzündən, əlindən öpə biləm. Sizin əvəzinizdən bu dəqiqə bax buradakı anaların hamısının üzündən, əlindən öpəcəm. Elə bilin ki, siz öpürsünüz. İcazə verirsiniz. Siz bilirsiniz də Azərbaycanda sizdən statusu yüksəkdə olan heç bir kəs yoxdur. Bunu hər zaman Ali Baş Komandan deyir. Ona görə siz bizim başımızın tacısınız, hamımızın anasısınız. Şəhid anaları bütün Azərbaycanlıların anasıdır. İcazə verin indi bütün tamaşaçılar adından öpüm sizi. Son sözünü demək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün hak yolundan dönməyəcək, azadlığa yetmək üçün. Xucavət şəhidi Navazov Xəyal Xudaverdi oğlunun anasıyam. Hələ də biz onların yolunu gözləyirik. Qapı açılanda qapıya baxırıq. Qonaqları gələndə elə bir onlarla bərabər gələcəklər. Mənim Xəyal balamda 2 evladı var idi. Tağım komandiri idi, çavuş idi. Öz də Ali Savadlı Universiteti qurtarmışdı. Amma oxuduğum universitetin dalınca getmədi, o işin dalınca getmədi, hərbini seçdi. 8 ildə hərbiçi idi.
Mənim oğlum Füzuli azadlığı yolunda şəhid olub. O şəhid olan günü mənə göz aydınlığı verdim, amma səni təbrik eləyirəm. Vətənin torpağın azaddır. Özümə aydınlığı verdi. Həmən gündə oktyabrın 2-sində də şəhid oldu. O mənə söz vermişdi ki, torpaqlar, mən özüm Füzuli qızıyam. Füzuli azad olanda onu mən sənə göz aydınlığı verəcəm. Ana dedi, torpağın, vətənin azaddır, gözün aydın olsun. Dedim ki, balaların körpədir, sən də balaların fikirləş. Dedim, mənim balalarımı dövlət saxlayacaqdır. Ana, sən özünə yaxşı bax ki, mən şəhid olsam, sən fəxr elə ki, elə bilgən ki, sənin oğlun şəhid olubdur, ölməyibdir. Mən dünya durduqca yaşayacağam. Sən özünə yaxşı bax ki. Mən şəhidlər anasıyam, qazilər anasıyam. Allah cəm şəhid atalarına, analarına səbir versin, dözüm versin. Bugün Nazibə bacını tək qoymadıq, yanındayıq. Allah ona çoxlu səbir versin. Çox sağ ol Nurayən xanım, siz də çox sağ olun. Allah sizləri də var eləsin, çəkirsiniz, göstərirsiniz. Gələn ayaqlarınız var olsun, təşəkkür edirəm. Çox sağ ol. Nüsrətli Ceyhun Aqiloğlu, Füzuli rayonundan. Qəşəng böyük arzuları var idi. Deyirdi ki, mama ilk maaşımı alıb qocalar evinə verəcəm, ikinci maaşımı alıb uşaq evinə verəcəm, üçüncü maaşımı da səni ilə geyindirəcəm ki, sən məsələn yer yeyəndə deyəcəklər bu Ceyhunun anasıdır, səni saraylarda yaşadacam ana. Sonra da dedi ki, mama özünüzə yaxşı baxın, yəni özünüzdən müayət olun, mən yaxşıyam, burada bizə çox yaxşı baxırlar, əskəri çox gözəldir, əsl kişilik məktəbidir. Yəni biz ona sevinə-sevinə ayın 15-i sentyabr diplomunu apardıq verdik, sevinə-sevinə diplomunu açdı, dedi ki, mama mən 4 il ayaq döymüşəm bu instituta. İndi görürlər, indi əskər olmuşam. Diplomu mən 4 ildən sonra mən diplomu almışam. Sevincimin həddi-hüddü yoxdur. Qismət olarsa. Belə deyəndə dedim ki, Ceyhun, niyə elə deyirsən mama qrubu? Mənim heç ağlıma gəlmirdi. Heç demə, bu bilirmiş müharibə var. Bizə heç nə demədi. Heç nə demədi, and olsun Allah. Bizə heç nə demədi. Hə, heç nə demədi. Elə bir dənə dedi ki, özünüzə yaxşı baxın. Mən çox yaxşıyam. Mama gələndə səni saraylarda yaşadacam, başımın tacısan, özünüzə yaxşı baxın. Belə dedi, axırıncı danışığımız 28 oldu, 30'u balam şəhid oldu. Ona qəşəng qol saatı vermişdilər, onu da taxmışdı qoluna. Onu da dedi ki, mənə burada hədiyyə veriblər, qol saatı almışam. Dedim ki, onu sana nəyə görə veriblər? Dedi, heç nə, yaxşı əskərlik eləyirəm, amma demədi ki, mən eləyirəm də, yəni burada döyüşürəm. Hə, sonradan bilmişik, şəkillərini atmışdı, sonradan bildim, 2 dənə medal veriblər. Oğlumla fəxr eləyirəm, şükür bu günə. Allımı uca eləyib, başımızı ucaltdı. Keşke özü də çox arzuları var idi. Yəni subay idi, toyun görmədik. Allah Taala bütün analara səbir versin. Amma şəhidliyi ilə gör Azərbaycana nə boyda böyük bir xoşbəxtlik yaşadıb. 30 il gözlədiyimiz torpaq. Yəni özü də demişdi ki, mama mən əskər gedəcəm, 30 illik həsrətə son qoyacağam. Elə dediyi kimi də oldu. Allaha and olsun. Demək olar ki, öz arzularına çatdı. Ağcabədi rayonunun Hindar kəndindənəm, qəsəbəsindən. Əliyev Poladın anasıyam, Məmmədov Ramizin bacısıyam. Biri itkindir, biri şahid, ikisi də şahiddir. Biri itkindir, biri hamma yox. Biri məktəbi qutarıb özü. Tərtər rayonunun Basar kəndində şahid olubdu. Özü oxuyubdu, yaxşı oğludur. Afisərlərimizin, bütün qazilərimizin, bütün əskərlər, nəvəm də əskərdir. İndi də nəvəmin birini yola salmışam, əskərlikdədir. Bütün hamısına can sağlığı versin. Heç birisinin Allah Taala qənədinin altında saxlasın. Heç bir ananı da balasından çəkməsin. Mən də Xocavənd rayonu Mirzəyev Elminin anası. 2 balamı müharibəyə göndərdim. Biri şəhid olaraq gəldi, biri də qəhrəman olaraq gəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Allah əskər balalarımızı sağ-salamat anasının, atasının üstünə gəlsin. Bir balamı da vətənə xidmətə yetişdirirəm. Allah canını sağ eləsin. Sağ ol ana. Sağ ol ana. Can. Əziz tamaşaçılarımız, biz bugün sizinlə bərabər
qəhrəman oğlumuz Qaranın ailəsinin ziyarətinə gəldik. Nazimə ana qapını bizim üzümüzə açdı. Hamımız dedi ki, Qaranın qonaqlarıyıq. Qaranın adına gəldik bura. Çox təşəkkür eləyirəm. Əllərinizdən öpürəm. Qaranın adına bir belə qonağı qəbul elədiyinizə görə. Çox sağ olun. Mənim deyəndə ki, şəhidin qapısı hamının üzünə açıqdır. Mənim qapıma gələn hamı xoş gəlib. Allah köməyiniz olsun, Allah razı olsun. Mən balamla həmişə qürurluyam, qürur duyuram. Mən yenə də deyirəm, mən bir qazinin, bir veteranın, bir şəhidin, bir əskərin anasıyam. Çox xoş gəlmisiniz. Mənim qapıma gələn şəhidin qapısıdır bura. Şəhidin qapısına gələn xoş gəlib, səfa gətirib. Həmişə qapımız üzünüzə açıqdır. Allah hamınızdan razı olsun. Bugünkü gündə mənim dərdimə şərik oldunuz. Mənim yaralı qəlbimə su səpdiniz. Allah hamınızdan razı olsun. Allah bütün analara da səbir versin. Şəhid bir Qaranın yox, mən həmişə deyirəm, mən bütün şəhidlərin anasıyam. Allah sizdən də razı olsun ki, həmişə şəhidləri işıqlandırırsınız. Analara dəstək olursunuz. Allah hamınızdan razı olsun. Çox sağ olun. Bir də gün o gün olsun qapıya xeyir işə gələk, nəvələrin xeyir işinə gələk. Balan sağ-salamat gəlsin. Balalar var, körpə balalar var, bir də dünyaya gələcək. Sağ-salamatçılığına. Sağ-salamat onun görüşünə, görməsinə yığışaq. İnşallah, inşallah. Siz sağ olun, siz sağ olun. Buyur ana, buyur. Nazimə gün olsun. Qara balamızın balalarının xeyir işinə gələk, toyuna gələk. Balan sağ-salamat əskərdən gəlsin, onun yığıncağına gələk. İnşallah xeyir işi açılsın ayağımız. Nə gözəl dualar. Qurban Allah Taala həmişə bizi bu xeyir işə qismət eləsin. Gələk topalacaq sənin başa. Belə xeyir dua ilə də gedək elə. Sağ ol, çox sağ ol ana, çox sağ ol. Sağ ol anam, sağ ol anam. Nə gözəl dualar. Gün o gün olsun ki, qapına xeyir işə gələk, balan sağ-salamat əskərlikdən gəlsin. Allah canını sağ eləsin. Sağ ol. Can, bilirsiniz də şəhid anaların duası nə deməkdir? Ana, Allahdan arzum odur ki, Taybirdə Allah sizə pis gün göstərtməsin. Sizinlə bərabər cəmi anaların hər bir vaxtı tay üzü gülsün. Heç bir anaların, Azərbaycanda heç bir anaların tay gözü yaşlı qalmasın. Oğlunuz da sağ-salamat gəlsin. İnşallah. Gəlinin də sağ-salamat, inşallah şirin payla qutarsın. İnşallah nəvələrin də hamısına toy qismət olsun. Bizi bu qapıya day bir də həmişə toya gələk inşallah. Amin. Sağ olun, sağ olun. Gözəl dualar üçün. Oğlunuz eşitdiyi əskərlikdədir. Allah sizin oğlunuzun timsalında bütün hərbiçilərimizi, bütün ordumuzu qorusun. Amin. 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 Həmidimizin anası, Turalımızın anası, Can ana. Şəhidin anası elin anasıdır. Şəhidin qapısı da elin qapısıdır. Tək bura Qara Balakişiyevin qapısı deyil, bu ocaq. İnşallah o gün olsun ki, şəhidin balaları bu qapıdan gəlini doğaqlı çıxsın. Onlara gözəl qismət, talih qismət eləsin. Ataların ruhu onlara həmişə kömək olsun. Bu qapıda bir daha acı göz yaşı axdırılmasın. Sevinç gülüş səsləri eşidilsin, qurban olun. Sizlər də var olun, qurban. Nə şey varsınız? Can, Turalımızın anası. Baratımızın anası. Anaların dediyi dualara mən də amin deyirəm. Mən də onların dualarına qoşuluram. Əvvəla Allah sənə can sağlığı versin, xoş günlər qismət eləsin. Həmişə balaların xoş günü görəsən, saldatımız da sağ-salamat gəlsin. Biz də onun görüşünə gələk. Nurayna balam, Allah sizi də çox belə var eləsin ki, həmişə gəlib biz anaların yanında olub çəkmişiklər. Sağ olun. Sağ olun, var olun. Rəyalımızın anası. Bu qapıya həmişə xeyir işə gələk. Allah o balaları, qaran balaların canın sağ eləsin. Sənin də Allah ömrü uzun eləsin. Onların xeyir günlərin, xeyir işlərin görəsən. Çox sağ olun, təşəkkür edirəm sizə çəkiliş elədiyinizə görə. Buyur anam. Səddamımızın anası. Bir daha Allah bizlərə yaman gün göstərtməsin. Həmişə sizin qapıya üzü açıq, alnı açıq, xoş günlərinə gələk. Allah sizə də can sağlığı versin ki, siz bugünkü günü bizlərə elə bir gün nə bilim ürək verdiniz, yaralan ürəyimizə məlhəm oldunuz. Sizə qurban olaram. Çox sağ olun. Həmişə xeyir işlərə gələk. Çox sağ olun. Amin, amin. Gəl gözəl anam mənim, Zamikimizin anası. Allah Taala əskər balamızı sağ-salamat gətirsin. Şəhidin övladlarından da hər zaman səni və
babaların sevindirsin. Allah Taala bundan sonra bu qapıya hər bir kəsin ayağını xeyir işə açsın. Sizə də çox təşəkkür edirik. Siz də bugünkü günü bizlə bərabər bu şəhid analarının qəlbinə az da olsa su səpdiniz. Çox sağ olun. Allah razı olsun. Sağ olun, var olun, var olun və anamızla bərabər Qarabağ Azərbaycandır verilişinin bütün izləyicilərinə deyirik ki, anonsları izləyin, görək gələn dəfə biz hansı şəhidimizin, mübarək şəhidimizin qapısını döyüb anasına deyəcəyik ki, icazə ver bir stəkan çayına qonaq olaq. Hə anam? İnşallah. Qapınıza xeyir işlərə gələk.